efirdeyiz. Şuşanın dağları, başı dumanlı, kırmızı kuftalı, yaşıl dumanlı. Derdinden ölmeye çoktur gümanlı, derdinden ölmeye çoktur gümanlı. Ay kız bu ne kaş kız, bu ne tel, ölerin derdinden. Bunu bilişmasan da balam barı gün. Ay kız bu ne kaş kız, bu ne tel, ölerin derdinden. Bunu bil, danışmasan da balam barı gün. Danışıp gülməyirsən, halımı bilməyirsən. Danışıp gülməyirsən, halımı bilməyirsən. Görüşə gəlməyirsən, insaf elə bərbad. Görüşə gəlməyirsən, insaf elə bərbad. Məni sevindir ayar, qəlbimi dindir ayar, qəlbim sənindir ayar. Məni sevindir ayar, məni sevindir ayar, qəlbimi dindir ayar, qəlbim sənindir ayar. Məni sevindir ayar. Mən sənə üst tutub deyirəm yenə, mən sənə üst tutub deyirəm yenə. Niyə ürkək baxırsan mənə, niyə ürkək baxırsan mənə. Ömrümə nəğmətə yaxdın ay çiçək, ömrümə nəğmətə yaxdın ay çiçək. Ah ürəyimi yaxdın ay gözəl, niyə gülümsəyib baxdın ay çiçək. Ah ürəyimi yaxdın ay çiçək, niyə gülümsəyib baxdın ay çiçək. Ah ürəyimi yaxdın ay çiçək, niyə gülümsəyib baxdın ay çiçək. Ah ürəyimi yaxdın ay çiçək, niyə gülümsəyib baxdın ay göyçək. Aman ay, ay, ay. Təşəkkür edirəm. Günay İmanverdiyeva bizim gözəl xanəndəmiz, gözəl xanım. Laureat 2011-ci il muğam müsabiqəsinin laureatı. Nə gözəl ki, bugün buradasınız. Xoş gəlmişsiniz. Gözəl nəğmə ilə gəlmişsiniz. Buyurun, əyləşin, gününüz uğurlu olsun. Hə, mən də gəldim, sizinlə salamlaşım. Necəsiz deyəcəm, dostlar? Yaxşısınız inşallah ki, yaxşısınız və düşünürəm ki, bir fincan çay qarşınızda bizə baxırsınız. Bugün sözlü musiqili, nəğməli qonaqlarımız var. Bugün canlı musiqi olacaq. Düşünürəm ki, saat 14:00 olanda bilirsiniz ki, artıq biz efirdəyik. Biz başladıq, günorta efirdəyik. Axşam yox, səhər də yox.
Eləməz ki, orta efirdəyik. Biz başladıq, Günay İmanverdiyevadan gəldi, gözəl mahnı, gözəl nəğmələr. Günay xanım, mən istəyirəm musiqiçiləri də təqdim eləyəsiniz, daha sonra mən qonaqları təqdim edəcəm. Buyurun. Çox sağ olun Lamiyə xanım. Mən də təşəkkür edirəm dəvətiniz üçün. Günümüz, günortamız xeyirli olsun. İnşallah dəvətiniz üçün də təşəkkür edirəm. Bugün canlı olaraq gəldik. Təbii ki, sizin istəyinizlə, böyük məmnuniyyət hissi ilə dəyərli sənətkar dostlarımızı istəyirəm Babək özü təqdim eləsin. Aha. Mən Babəki təqdim eləyəm. Təqdim etmə mərasimidir bugün, maşallah olsun. Əziz dostum, Babək Xuşalı ilk dəfə deyil biz verilişdəyik, bir verilişdəyik. Bəli, bizim dəyərli ziyalımızsınız siz. Allah Təşəkkür sizi var eləsin. edirəm. Təşəkkür edirəm. Yeri gəlmişkən daha bir dostumuzu, gözəl aktyoru da təqdim eləyim. Daha sonra söz sizdə olacaqdır. Tural Ələkbərov dedi. Ələkbər də deyə bilərəm. Tural Ələkbər. İkisi də mənə doğma soyaddır. Ələkbər atamın adıdır, Ələkbərov da soyadımdır. Ona görə də Tural. Elə biz bacı qardaşıq, xoş gəlmişsiniz siz də. Mikrofon, aha, yox o mikrofon deyil, başqa bir, aha, buyurun, buyurun. Çox sağ olun. Ay, işləyir, siz rahat. Çox sağ olun, təşəkkür edirəm. Mən də hər kəsi salamlayıram. Minnətdaram sizə dəvət üçün. Çox sağ olun. Gözəl söhbətlərimiz olacaq hələ. Buyurun, Babək, biz davam Təşəkkür edirəm. Bizi ekran vasitəsilə izləyən dəyərli tamaşaçılarımızı salamlayıram. Mənim əziz sənət dostum, Ellim, obam, Günay xanım. Aha. Çox gözəl başladı Allah haqqı. Elə adama belə bir deyim var, lori deyim var. Adam sümüyünə düşən musiqilər ki, bax bizim orijinal musiqilərimiz, bax mahnılarımız, bax bizim dədə-babadan, istər toylarda, istər dövlət tədbirlərində, konsertlərdə bu mahnılar oxunur həmişə. Və bunların da mən belə düşünürəm ki, Lamiyə xanım, ömrü daimdir. Bəli. Allah usta sənətkarımıza rəhmət eləsin. Yaqub Məmmədova bizim duhamız. Allah rəhmət eləsin. Bəli. Deyirdi ki, o mahnılar çıxır, onların 3 gün ömrü var. Amma bu mahnılar əsrlərlə oxunacaq. İndi eləsi var, o mahnılar, Günayın oxudu mahnıları çoxu xalq mahnısıdır ki, onların tarixçəsi çox gedir, qədimlərə çıxır. Və musiqiçilərimizi təqdim edeyim. Mənim iş yoldaşlarımdır. Biz bir yerdə işləyirik Abbas müəllimlə Şuşa Humanitar Kollecinə. Buradan elə Şuşa Humanitar Kollecinin rəhbərliyi başda olmaqla bütün işçi heyəti, müəllim heyətini salamlayıram. Abbas müəllim bizim dəyərli tarzənimiz, gözəl tarifatçısı. Seymur müəllim, Bağnağara müəllimidir bizdə Şuşa Humanitar Kollecinə. Elmarla da biz illərdir işləyirik. Gözəl kaman ifaçısıdır. Elmar, kaman alətində, Nağarada Seymur, Tarda Abbas. Çox gözəl. Yeri gəlmişkən daha bir gözəl dostumuzu dəvət edək. O sənətkardır, illərini bu televiziyalara, bu teatra verib. Natiq müəllim Fərzəliyev, gəlin. Natiq müəllim, xoş gəlmişsiniz. Nə gözəl ki, bugün gəlmişsiniz, xoş gəlmişsiniz. Orada əyləşsəz, aha, çox təşəkkür edirəm. Çox xoş gəlmişsiniz, buyurun. Üzürü sanki biraz gecikmişim. Yox, heç bir problem yox. İşlərimin çox olduğundan, amma mən bilirsən ki, sənin xətrini çox istəyirəm. Nə vaxt sənin adın verilirsə, mən mütləq ora gəlirəm. Canım, təşəkkür edirəm. Mən qaçıb gəldim, məşqdən çıxıb gəlirəm. Əsas odur, iş çox olsun, valla. Bu zamanada əsas odur, iş çox olsun. Siz də iş çox olduğundan gecikəsiniz. Biz razıyıq bundan. Natiq müəllim, necəsiz? Şükür, şükür. Hər şey biraz yaxşıdır. işlərim çoxdur, özümü biraz yüklənmişəm işinə. Həm teatrda, iki tamaşada məşqlər edirəm, həm indi Azdramadan gəlirəm, oranın tamaşasında oynayıram. Azdramada da oynayırsınız. Müqavilə ilə Varlı Qadın tamaşası var, Ələmirlinin, Firəngiz xanım o iştirakı ilə Sabir Məmmədov oynayır, Rövşən Kərimdut oynayır. Mən də o ikinci mövsümdəki o tamaşada oynayıram və indi hal-hazırda o məşqindən gəlirəm, biraz yolda özünüz bilirsiniz, tıxaç oldu. Tıxaçlar var, mən az qala bugün özüm həm də başqa bir işlərim də var, indi yeri gəlsə. Tıxaclardan danışmayın, biraz sonra danışacaq, bəli. Rahat əyləşin, rahat. Mən istəyirəm ki, hamı bir-birinə dostdur bugün. Biz bir-birimizlə hamımız tanışıq. Mən Tural qardaşımla bugün ilk dəfədir bir verilişi bölüşürəm, amma yəqin ki... Bu da köhnənin Turalıdır. Yox, mən ilk dəfədir veriliş bölüşürəm. Çox da sevindim və çox xoş oldu ki, Tural bugün gəldi bizimlə verilişə. Mikrofonunuz varmı sizin, yoxsa... Var, ay sağ olun, deyirəm də burada hamıda mikrofon olsun. Babəklə əslində söhbətlərimiz bugün o qədər boldu ki, hamı... Səmimiyyət olan yerdə biz Lamiyə xanım, adam rahat olur. Biz o çox-çox üzr istəyirəm, o efirdəki düz deyir, rəsmi biz o qaydaqaları qorumalıyıq, söz yox. Amma bir balaca bu xarici kanallara da, məsələn, Türk qonşu kanallara da baxırıq. O ifaçı da orada, istər sənət adamı olsun.
rahat olanda oxumaq da gözəl gedir, Hə, şeir yox, də yox, gözəl rahat gedir. olmalıdır. Veriş nətər başlayır, nətər qurtarır bilmirsən. Amma o belə dayanma, belə dayan, belə oturma, o biraz o şablon Gərginlik sıxır yaratmaq adamı. olmaz. Hə, olmaz, Yox, olmaz. Gərginlik olmaz, ortam gözəl olmalıdır. Bəli, bəli. O ki qaldı, canlı musiqimiz var, gözəldir hər şey və sənətkarlar bugün buradadır. Hamımızın danışmağa sözümüz var. Günay xanım başda olmaqla, hə Günay? Çox sağ olun Namiyə xanım. Əlbəttə ki, çox xoş oldu. Həqiqətən sənət dostlarımızı da görmək. Babək sağ olsun ki, dəvət eləyib. Səs rejissorumuza da buradan təşəkkür eləyək də. O da bizə Rayət Rayət bəy. qardaşımız. O da Rayət bizə qardaş burada yaşayır. MTV-də səhər Maşallah. 8-in yarısından axşam biz gedənə qədər saat 9-10 İşinin də bəzən peşəkarı da, maşallah. diqqətsizlik eləyirik, Peşəkar, hə. səs rejissorlarının adını unuduruq, amma onu da qeyd eləyək ki, o bizə gözəl səs verməsə biz necə ruhla oxuyarıq? El şənliklərində oluruq. Məsələn, dünənləri düşündüm ki, mən bugün oxuya bilməyəcəm, amma elə gözəl səslənmə verdi. Musiqiçilər elə gözəl Çox ifa vacibdir elədilər səslənmə. ki, adam elə özü ruha gəldi, cırşa gəldi. İstəyir ki, elə ard-arda oxusun. Əvvəl əslində əziyyət çəkirdik, əvvəllər çox. İndi 30 ildir də mən efirdəyəm. Canlı musiqi olanda axtarırdıq ki, kim gələcək? Aparat əsas, yəni bizim səs gücləndirici, bu vacibdir. Amma MTV-də o qədər rahatdır. Çünki bilirik, bir dənə bir telefon, gecə 2-də yığırıq, durub. Bəli, desək ki, 3-də sən bizə lazımsan, gələcək. Bax, o qədər təşəkkür edirik Rayətə də. Günay, buyur, mən istəyirəm planlarınızdan necəsiz? Çox İşləriniz yaxşı. necə gedir? Lamia Çoxdan da xanım, görmürəm sizi efirlərdə də. Efirlərdə əslində son vaxtlar biraz çox çıxıram. Hardasa təxmini bir ay bir müddət vermişdim özümə. 8 oktyabrda bizim Azərbaycan Dövlət Akademik Filarmoniyasında sırf fortepianonun ifası ilə bir 7-8 tək mənim ifam oldu. Mənimlə bərabər orada digər sənət dostlarım da var idi. 3 xanımdan ibarət. Buradan salamlayıram Respublikanın əməkdar artisti, çox dəyərli pianoçumuz Fəridə xanım Hüseynovanı. Fəridə xanım. Fəridə xanımla Gözəl ifa eləməmək xanım, mümkündürmü sənətkar. sizcə? Əlbəttə. Bu konserti təşkil edən də İnara xanım idi, əməkdar artist, həm vokal ifaçısı, həm də bizim konsertimizin təşkilatçısı idi. İnanın, o qədər gözəl bir ab-hava idi. Bugün lent yazılarını mənə göndərdilər. Hələ ki tam hazır deyil. O qədər belə zövq aldım, sanki həmin günə qayıtdım. Tamaşaçılarımız özləri bilet alıb gəlmişdilər. Çox möhtəşəm bir konsertimiz oldu. Tək idiniz yoxsa? Mənimlə bərabər Vəfa xanım Orucova, birinci muğam müsabiqəsinin iştirakçısı, bir də Rəvanə Əmraslanlı idi. Salamlayırıq hamısını. Biz də Fəridə salamlayırıq. xanımı, Rəvanə xanımı, Vəfa xanımı, Mahnılarım, İnara xanımı, sağ olsun İnara bu işi təşkil edibdir. Bəli, inanın piano ilə konsert məncə düşündüyüm qədər çox olmur da. Amma çox Sırf qəşəng piano olar. və elə gözəl oldu ki, Çox qəşəng həqiqətən. olar, mən təsəvvür edirəm. Təəssüf ki, sizi dəvət eləməmişəm, o da mənim səhvimdir. İnşallah Təkcə növbəti məni yox, sən konsertlərdə. MTV-ni dəvət eləməliydin. Gəlib lent almalıydıq, gəlib bir süjet hazırlamalıydıq. onu Bu üçün- kimi işlər olanda mütləq bizə deyin. Bura Biraz sizin evinizdir. bilirsiniz Lamia xanım, biraz mənim xasiyyətimdə utancaqlıq var. O söz var, el deyimi, çağırılan yeridir, Amma biz bilmirik axı. Hə, mən biraz özümə çəkilənəm. Yəni dəvət olunduğum halda böyük məmnuniyyətlə gedirəm. Olunmadığım halda kənarda öz işimlə məşğulam da. Amma kənarda da iş görəndə bizi dəvət elə. Sən bizi Baş dəvət üstə. elə ki, biz də gələk bunu işıqlandıraq. Bax görsən Baş əlimizdə üstə. material olsa indi göstərirdik. Amma material yoxdur. Gələn dəfə mütləq bu kimi işlər çox vacibdir. Bu kimi işləri biz təbliğ eləməliyik. Təvazökarıq. O biraz uğurlarımızı az danışırıq. O günlər bir efirə baxıram qonşu kanallarımızın birində. Yəni bu adam yəni pis çıxmasın da. Yəni bu muğam ifaslarının yanında olmaz da o elə danışmaq ki, biz də dünyanı da gəzirik, qastrollara, konsertlərə də gedirik falan. Bəli. Amma onu bacardığımız qədər əslində deməliyik, işıqlandırmalıyıq. Əslində, Siz düz bəli. deyirsiniz. O Təbliğ təvazökarlıqdan da, Günay xanım təvazökarlığındandır ki, onları eləmir. Amma demək də lazımdır, göstərmək də lazımdır, Bəli, bəli. efirə gəlmək də lazımdır. Bu çox Lamia vacibdir. xanım, inanın o konsertə gələn tamaşaçılar bir daha göstərdi ki, retro musiqilərimizə, Şövkət xanımın repertuarı, Nərminə xanımın repertuarı və digər bizim möhtəşəm sənətkarların ifasında olan mahnıları ifa eləmişdik. Qəmgin mahnı idi, nəm digər bu tipli mahnılar idi. Tamaşaçılar o qədər bizi alqış yağışına, çiçək yağışına boğdu ki, mən bir daha dedim ki, nə yaxşı ki bu sənətdəyəm. O anlarda özümü doğrudan da dünyanın ən xoşbəxti hiss eləyirdim. Razıyam.
Tural sakit əyləşib. Çayınızı için zəhmət olmasa. Hamının yanında çay var. Sizdə bax orada 2 çay var. O da sizin. O da sizindir. O da Turalındır. Mən bayaqdan baxıram ki, orada 2 çay var. Hansını götürüm? Ora baxmırdın sən. Yox. Hamının öz qarşısında bilirsiniz, günün günorta vaxtıdır. Valla məndən olsa burada gözəl bir masa da açaram. Günorta vaxtıdır, nahar vaxtıdır. Deyirəm ki, qonaqlarım gəlib qoy bir çörək deysinlər. Biz ən gözəl xalqıq, biz qonaqpərvər xalqıq. Bizim evimizə gələn qonağı biz sevirik, əzizləyirik. Ən gözəl yeməklərimizi yığırıq qonaqların qarşısına. Həmişə belə olub da, bu da Azərbaycandadır. Yəni, başqa bir ölkədə belə bir şey tapa bilmərik əslində. Valla, səmimi deyim, mən həm də travel blogerəm, yəni çalışdığım qədər gəzməyə çalışıram. Yəni, getdiyim ölkələrdə də, yəni hər zaman bunu hər yerdə deyirəm ki, həm bizim milli mətbəximiz, yəni bunu getdiyimiz ölkələrdə qədrini daha çox bilirik, oradakı yeməkləri görəndə, həm də ki, bizim qonaqpərvərliyimiz, insanlara yanaşmağımız çox fərqlidir. Həqiqətən fərqlidir. Bunu səmimi deyirəm. Məsəl üçün, bizim evə qonaq gələndə anamın münasibətindən ki, görmüşəm o uşaqlıqdan qonağa necə ora qaç, bura qaç, onu hazırlayır. Qonaqla oturmaq vaxtı olmur ki, yedimi, az qaldı, su mu istədi. Onları görəndən sonra düşünürəm ki, bizim bu istiqanlığımız dünyanın heç yerində yoxdur. Yoxdur. Səmimi deyirəm. Mən yeri gəlmişkən sizin Instagrama baxdım, sosial şəbəkəyə baxdım dünən. O, 2022-ci ildən bu tərəfə şəkil paylaşmırsınız. Məndə 2 səhifədir. Biri mənim blog səhifəmdir. Mən onu sizə oradan sizə yəqin ora baxmışam mən. Yox, bir də var ki, bu Tural Ələkbərov olaraq səhifəmdə də mən çox az paylaşım edirəm. Axırıncı şəkliniz də nəsə dənizin içində. Hə, o Çində, Şanxayda çəkilib, bəli. Çindədir. Şanxayda çəkilib o şəkil. Aha. O səhifəmdə getdiyim ölkələrdən bir şəkil paylaşıram, onunla yetinirəm, amma o biri səhifəmdə getdiyim ölkələr haqqında məlumatlar yerləşdirirəm də daimi olaraq ki, gəlsəz bunları eləmək daha məsləhətdir. Mən Azərbaycan Travel Blogerlər Assosiasiyasının üzvüyəm. Çalışdığımız qədər də deyirik gəzək də, bu həyata bir dəfə gəlmişik. Maraqlıdır əslində. Gəzmək. Nə dediniz? Adama gəzmək qalır. Çox gözəl. Natiq müəllim, sizi görməyimə o qədər sevinirəm. Çox sağ olun. Çoxdandır sizi görmürəm. Axırıncı dəfə səhər görüşlərində bir görüşmüşdük. Bəli. Biz yəqin ki, bilənlər bilir, bizim münasibətimiz illərləndir. 90-cı illərə söylənir. 90-cı illərdən bizim münasibətimiz var. Mən həmişə o vaxtdan elə sizə qarşı mənim xoş münasibətim var. Sizin xətrinizi çox istəyirəm. Başqa yer olsaydı, bəlkə də getməzdim. Deyərdiniz, işim var da, gecikəcəm deyə dünən mənə zəng gələndə də mən dedim ki, valla işim var, bilmirəm. Mən yarımçıq qoydum ki, mən qaçmalıyam, belə şey etməliyəm. Nə gözəl, çox gözəl. Bu şeyləri eşidəndə valla adama xoş gəlir. Mənim yerimə kim olsa onlara da xoş gəlir. Həm də ki, adam ürəyini boşaltmağa yer axtarır. Öz adamı, münasib adam olanda daha yaxşı olur. Daha yaxşı ürəyinizdən gələn. Bu günləri ürəkdən oxuyacaqsınız, ürəkdən danışacaqsınız. Bura 2 saatlıq bizim evimizdir. Ona görə də tamaşaçılar baxır, bizim öz tamaşaçılarımız var. Səliqəli, tərbiyəli, gözəl tamaşaçılarımız var. Ona görə də bu tamaşaçılar üçün də biz də əlimizdən gələni əsirgəmirik. Babək bəlkə oxusun? Canlı yoxsa? Bir mahnım var, istəyərdim onu oxuyam. O mahnını son vaxtlar istəyirlər deyən elə bacardığım qədər hara gedirəm onu oxuyuram. Olsun, istəyərdim olsun. onu ifa eləyəm, daha sonra canlı ifalar edəm. Daha sonra canlı da oxuyacaq. Buyurun.
Demirəm ömür gün bitdi səninlə. Günlərim nahardan ötdü səninlə. Demirəm ömür gün bitdi səninlə. Getdi nəğmələrim, getdi səninlə. İndi qəmli ötən telə qayıtma. Getdi nəğmələrim, getdi səninlə. İndi qəmli ötən telə qayıtma. 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 İndi qəmli ötən telə qayıtma. İndi qəmli ötən telə qayıtma. Qayıtma, qayıtma, daha qayıtma. Qayıtma, qayıtma, daha qayıtma. Qayıtma, qayıtma, daha qayıtma. Günorta efirdəyik. Reklamlar bitdi, biz isə qayıtdıq. Qayıtdıq, təbii ki, Günay xanım, əslində istəyirdim canlı musiqidən qayıdaq. Biraz sonra olar, oxuyar. Gəlin, Natiq müəllim, əyləşin, rahat gəlin. Mən başa düşürəm, təbii ki, reklam olanda hamımız çıxırıq, gedirik. Gələndə də rahat-rahat qayıtmağa dəyər, narahat olmayın. Siz yox idiniz, biz biraz Tural'la söhbət elədik. Tural, aktyorluqla məşğulsuz, aktyor sənəti ilə. Bəli, bəli. Seriallarda çəkilirsiniz, yoxsa? Bəli, bəli. Əslində İncəsənət Universitetini bitirmişsiniz. Bəli, bəli. Aha, mən çox sevirəm İncəsənət Universiteti. Mən həm konservatoriyada oxumuşam, akademiyada, həm də İncəsənət Universitetində. Amma inanın ki, ikisinin də ayrı-ayrılıqda başqa bir... Mənə əvvəllər elə gəlirdi ki, bizim universitetlərdən başqa, bizim akademiyadan başqa hamısı yalandır, belə deyək də. Hamı öz oxuduğu yeri daha çox sevir. İncəsənət tam başqa bir yerdir. İncəsənət Universiteti orada oxumaq üçün insanın təpədən dırnağa incəsənət adamı olmalısan. Biz də indi son zamanlar deyirlər ki, uşaqlar gedirlər, bəzi uşaqlar düşürlər bizim universitetə, amma heç görsən incəsənətə aidiyyatı yoxdur. Amma buyurun. Elə mən 2009-2013-cü illərdə yəni oxuyub bitirmişəm. O dövrdə də bizdə məsələn incəsənətdə oxuyan indiki uşaqlardan baxsaq, hardasa bir 20% qismi hal-hazırda sənətlərdir. Televiziya sektorunda görürük, teatrlarda görürük. Mən bilmirəm, amma çox istedadlı uşaqlar vardı ki, indi yoxdular. Yəni həyatda məncə bəzən şans da olur ki, insan necəsə müəyyən dostluqlar qazanır, müəyyən necə deyirlər, xəttə düşmək deyirlər də, belə Azərbaycan dilində desək. Böyük rol oynayır, şans. Alnımıza bir yazı. Buyurun, Natiq müəllim, qoşula bilərsiniz söhbətimizə. Turalın sözünə qüvvət, amma yəni həmişə elə olur, bitirənlərin, ya bütün sahələrdə belədir. Bitirənlərin 20% qalır. O biri var, uşaqlığından bu sənətlə böyüyəsən, yəni bu sənətin fanatı olursan. İndiki gənclər 99% gələndə deyir ki, maaş nə qədərdir? Bu qədər, vay, mən o maaşı işləyərəm. Heç qalmırlar da, dözmürlər də. Amma biz hər bir çətinliyə, aclığa, pulsuzluğa, dözə-dözə ailə saxlamışıq, böyütmüşük, hər çətinliyə. Natiq müəllim, məşhurlaşmaq üçün nə qədər zəhmət çəkdiniz? Nə qədər vaxtdan sonra məşhurlaşdınız, düzdürmü? Əlbəttə. İndi 10 dəqiqənin hamısı içində zəhmətdən məşhurlaşmaq keçir olur. də. 10 dəqiqə içində tanıyırlar adamları. İndi o qədər inkişaf olub ki... Yox, mənalı, mənasız tanınmaq istəyir hamı. Çox gözəl dedi Günay xanım, baxır necə. Baxır necə tanınmaq. Biz Tanınmaq onu istəyirlər. üzr istəyirəm, ötən bir efirdə Babəklə bu haqda danışdıq. Deyirəm ki, 12-13 ildir mən Azərbaycan Dövlət Televiziyasının solistiyəm. Siz də həmin bir müddət orada
çox Çalışma- gözəl 12 il bir çalışmış. çalışmışam, 5 il bir çalışmışam. Təbii ki, məndən öncəki zamanlarda mən Məktəbdə ora. solistdə olduğum zamanda hal-hazırda da solistiyəm. Deyirəm Babək, bu neçə ildir? Bəzən məclislərə gedirik ya kimsə görür, deyir, mən ilk dəfə sənin səsini eşidirəm. Amma baxırsan ki, 5 dəqiqənin içində elə bir ifaçını hansı tərzdə tanıyırlar, amma biz onu istəmirik axı. Baxır hansı tərzdə tanınmaqda, baxır necə tanınmaq. Hamid xanım, bir deyim var, biri var ki o bir Lori, mən biraz Lori danışanam. Buyurun, Bir var o buyurun. Rahat. cırmaqlı bir zirvə var, gedib oranı fəth edirsən. Bəli. Bir də var ki, yəni əziyyətlə. Yəni bu əziyyətin üstünə əziyyət gəlir. Günay xanım çox gözəldir. Mən də Steven Azərbaycan Dövlət Televiziyasının solistəyəm. Yəni hal-hazırda indi qanun ştatının işçisi deyiləm, amma adım solist kimi gedir hal-hazırda. Amma orada da biz əziyyətlər çəkmişik. O festivallar, tədbirlər, konsertlər, həmçinin Muğam festivalında ustadların qarşısında imtahanlar. Gəlin görək o ifaçılar ki, o 2 dənə mahnı oxuyub tez tanınırlar ha. Görək o ifaçılar onların heç yaxınında dura bilərlər. Amma biz Allah rəhmət etsin Ağaxan müəllimi, Allah rəhmət etsin. Ustadım Əlbaba Məmmədov Allah rəhmət eləsin. Arif Babayev Allah rəhmət eləsin. Bəli. Bir kalifiyə sənətkarların qarşısında 7 muğamın 7-sində imtahan vermişik. 7 əsas muğamın, həmçinin ritmik muğamları, fərq etməz, köməkçi muğamları, yəni qəzəllər, dərsliklər və bu günlərdə şükür Allaha, Günay xanım da, mən də pedaqoji fəaliyyətimiz var. Amma o həmçinin o ifaçılar biləsiniz ki, Dərs bizim deyirsiniz, sinfimizə hə? gəlirlər öyrənməyə. Siz dərs deyirsiniz. Bəli. Harda? Bayaq qeyd elədim Şuşa Humanitar Kollecində bəli bir yerdə də çalışırıq. Bəli, birlikdə Gözəl birlikdə sənətkarlarla, bəli. çalışırsınız. Yox, Günay xanımı da Günay xanım da dediniz. Mən Azərbaycan Milli Konservatoriyada Konservatoriya. 8 il Bəli. pedaqoji fəaliyyət göstərmişəm. Hal-hazırda sırf solist olaraq fəaliyyət göstərirəm, amma 8 il Milli Konservatoriyada instrumental kafedrada müəllim, konsertmeyster müəllim kimi fəaliyyət göstərmişəm. Nə gözəl. Çox Bu gözəl. gün Mən ona görə üstə dedim olan bəlkə bir yerdə tələbələrim də var. Mən bu məşhur duet var, Cahangirlə Gülnarın dueti. Gülnar mənim musiqi məktəbində 5 il dərs dediyim tələbələrim, şagirdlərimdən olub. Muğam festivalında 2015-ci il Fatimə Hüseynova, o da mənim Şuşa 1 nömrəli musiqi məktəbində dərs dediyim tələbələrdən olub. Yəni, sizin tələbələrdən də artıq məşhurlar var. festivala, Muğam Hətta festivalına məndən də qatılırlar. Sizdən də məşhurları var. Amma elədir ki, zəhmət heç vaxt yerdə qalmır. Ola bilər bu gün vəziyyət belədir ki, sosial şəbəkələr var. Bir saniyədə milyonlar baxış yığa bilərsən, tanına bilərsən, populyar ola bilərsən. Amma populyar olmaq hələ o sənət deyil. Hələ o peşəkarlıq deyil. Bir müddət olacaq. Bu sənin o çəkdiyin illərin zəhməti öz bəhrəsini verəcək. Amma onlar 10 gün, 1 ay efirdə olmasın, yaddan çıxıb gedəcək. O sənət qalmayacaq. Təsadüfi populyarlıq eləmək olar. O olar. Oxunan şeylər 3-4 gün ömrü var. Amma o sənət deyil də, bu müvəqqəti bir şeydir. Orijinal sənət ölmür. Mən bir balaca fərqli düşünürəm. Yəni qonaqlardan da üzr istəyirəm. Bir balaca fərqli düşünürəm. Ümumiyyətlə bu gün bizim hər hansısa bir sahə ilə yox, müəllim. Əstəğfurullah. Siz məndən böyüksüz. Siz məndən böyüksüz deyə ona görə mən sözünüzün qarşısına söz deyəndə biraz utandım sözünüzü. Başqa bir məsələni qeyd etmək istəyirəm. Ümumiyyətlə hər sahədə artıq belə bir şey var. Öz istedadını pula çevirmək, özünü satmaq bacarığı deyilən bir şey var. Hər hansısa bir işlə məşğulsunuzsa mütləq şəkildə özünüzü düzgün sosial medianız olmalıdır artıq. Yəni bu günün artıq qanunlarını deyirəm. Düzgün sosial medianız olmalıdır, düzgün çevrədə olmalısınız, düzgün paylaşımlarınız olmalıdır. Yəni artıq özünü brendləşdirib satmaq bacarığı bu çox. Ona görə məsəl üçün bir insan 10 ildir bir işi görə bilər, tanınmaya bilər, amma 1 ildir məşğul olan insan düzgün strategiya ilə, marketinq strategiyası ilə artıq o onu gəlib keçə bilər. Bu artıq indiki dövrün bütün reklam PR qanunları bunu təsdiqləyir ki, yəni sənəti bir insan sənəti var 10 ildir məşğuldur ciddi şəkildə. Onu ancaq sənətkarlar tanıyır, amma o bir insanın məqsədi daha çox biraz maddiyyatdır və buna uyğun yatırımlar eləyir, düzgün belə deyim də əlaqələr yaradır, düzgün özünü brendləşdirir və o birisindən daha çox qazanmağa başlayır. Bu amma artıq bugünün qanunudur. Amma gəlin mən də bir haşiyə çıxım da. Yəni mənim də buradan salamlayıram müəllimim Respublikanın xalq artisti Mənsum İbrahimov. O həmişə qeyd eləyirdi ki, təbii ki, onun özü də zəhmət nəticəsində gəlib bu yerə gəlib çatıb. Yəni elə belə gəlib çatmayıb. Həmişə özü qeyd edir ki, muğam sənəti, lap aktyor sənəti olsun,
bu sənəti inkişaf eləmiş beyin anlaya bilər. Muğamı hər kəsə sevdirə bilə bilməzsən ki, sən populyar olasan, məşhur olasan. O dediyiniz yüngül musiqini hər kəs dinləyəcək. Onu sevən də, sevməyən də onsuz da Muğam fəlsəfəsi dinləyəcək. biraz ağırdır. Amma muğamı hər kəs Fəlsəfəsi dinləməyəcək. Onsuz da həmişə belə olub. Bu bugün belə olmayıb, dünən yox. Hər zaman belə olub ki, ciddi musiqi ilə məşğul olanı az tanıyıblar. Əstəğfurullah. Mən ümumi yəni işlər barədə fikir bildirdim, belə Qardaş, ayrıca yox. Ben indi danışacağım işler Ümumi olaraq fikir bildirdim. Yəni muğamı mən də çox sevirəm. Bir tane zarafat edeyim de. Onlar da yani. Bu yoldaşların sözü kesirəm bağışlasınlar. Bir zarafat edeyim ama əvvəllər gedərdim. Mən 20 ildən çox uşaqları elə böyütmüşəm. Toylara gedərdim mən də, amma daha getmirəm. Bu yaxında bir qohum toyuna getmişəm. İndi olanı deyirəm ha. Qohumda o qədər çox istəyirəm, çox gözəl insan, hər kişi də, qadın da çox gözəl insanlardır. Çaşdım, bilmirəm, bilərəkdən oldu, bilməyərəkdən oldu. İndiyə qədər məndən danışmır, həmin o qadın qohum. Dedim ki, ay gəlin, sən xoşbəxtsən ki, sənə belə qaynana qismət olub. Bir tərif deyirəm. Axırda bir lətifə yadıma düşdü, onu danışdım, ondan sonra məndən danışmır. Hansı lətifə? Deyir, Hansı lətifədir ki, indiyə qədər toy yersiniz? bir avtobus gəlin, deyirəm, bir avtobus gəlin qaynana yol gedirlər. Yol gedəndə gəlin qaynana münasibətini də bilirik də. Elə orada əvvəlindən düzəltdim ki, Allah Nəsibə xanıma rəhmət eləsin. Bu yaxında onu da yad elədik. Yeni verilişimiz başladı. İnşallah yaxşı olar. Kinoklub verilişi. Dövlət televiziyasında. İlk verilişimiz elə ona həsr oldu. Yenidən başlayır. Yenidən başladı və ilk verilişimiz də Nəsibə xanıma həsr olundu. Ay, nə gözəl, çox sevindim. Nəsə dedim ki, Nəsibə xanım qaynaların ümumiləşdirilmiş obrazını yaradıb da. Bu, mənim bu qohumum da, adını demirəm, indi bəlkə də baxsam, mənə yenə bir yabır eləyir. Barışmaq istəyirdim, bundan sonra yenə barışmayacaq. Bu da gözəl qaynana olacaq, belə təriflədim. Nəysə, bir avtobus yol gedirlər, birdən Allah göstərməsin, avtobus qəziyə düşür. Bu qaynanalar hamısı ölür. Gəlinlər qalıb, bunlar başlayırlar, deyir, gülməyə, oynamağa, deyir, oynayırlar, keyf eləyirlər. Birdən baxırlar ki, köşdə bir gəlin oturub, belə sakit ağlayır. Deyir, sən dur, qoşulubca da, canımız qutardı, azadlığa çıxdı, qaynlarım öldü. Deyir, mən neyini, mənim qaynanam evdə qalıb. Bunu toyda danışdın. Toyda danışdım bunu. Ondan sonra mən... Məncə Lamiyə xanım, o gəlin... Salamat çıxmışsınız oradan böyük şey. Məncə qaynana küsübə gəlin özünü küsməzliyə vurub. Qaynana küsüb, vay. Yox, söz verdilər ki, bu da aktyorsan, dur bir şəmə təbrik elə. Bu da aktyorun da təbriki də. Bu da yaman, qəşək təbrik oldu. Qaynananı öldürüb gəlmişsiniz. Mənə deyirlər, reklamların vaxtıdır. Yəni, biz sponsorlara bir təşəkkür eləyək. Daha sonra söhbətim qalıb hələ Tural. Danışacağıq biz sizlə. Mən sizlə razıyam əslində. Amma pul qazanmağı hamı istəyir. Yəni, özünü satıb pul qazanmaq yaxşı mənada, işini satıb, öz bacarığını satıb, öz işini satıb, pul qazanmaq çox gözəldir. Amma bunu istedadlı da istəyir, istedadsız da istəyir. İstedadsız daha tez satır, istedadlı qalır qıraqda. Yəni, əslində Günay xanımın dediyi buydu. Amma siz dediyinizdə də haqq var. Kim necə bacarırsa, sosial şəbəkə zəmanəsidir. İstedadsız özünə yer tapacaq. Siz istedadlıya kömək eləyin, hə? Amma mən yəni sizlə də razıyam. Çalışdım ki, yəni... Belə, istedadı satmaq çox vacibdir. İstedad satılmalıdır ki, onun əvəzinə para, pul qazanasan, bəli. Pul qazanmağı da hamı istəyir, indi hamıya lazımdır. Əvvəl deyirdilər ki, hamı 80 manat maaş alır. Hamının evində eyni şeylər var, hamı eyni yaşayır, heç nə ehtiyac yoxdur. Amma indi biraz fərqlidir. İndi hər şey istəyirsən, amma bir deyim də var, hər şey var, heç nə yoxdur. Ona görə də. Yəni, gərək işləyəsən ki, işləyən çox qazanır. Biz sponsorlardan danışacağıq. Biz də işləyirik. Sponsorlarımız Sleep Baby. Sleep Baby uşaq bezləri, balaca mələklərin ən yaxın dostları.
Körpələrimizin rahatlığı və sağlamlığı hər bir valideynin arzusudur. Elə buna görə də illərin etibarlı seçimidir Sleep Baby. Sleep Baby uşaq bezləri. Yanlardakı elastik bantlar evladlarımızın inkişaf dövründə rahat hərəkət etməsi üçün tam əlverişlidir. Nəmi daha yaxşı obturaraq körpəmizin dərisini tərdən bişməcədən qoruyur və bədəndə səpkinin yaranmasına mane olur. Sleep Baby. Körpəmiz xoşbəxtdirsə, ana da xoşbəxtdir. Sleep Baby. Nəm salfetləri də var ki, ətirlidir, meyvəlidir, gigiyenikdir. Apteklərdən, marketlərdən əldə edə biləcəksiniz. Sevginin ən saf anıdır toy günü. Hər gəlin özünü bu gündə əsl nağıl qəhrəmanı kimi hiss edir. Gözəlliyin, zərifliyin və zövqün ünvanıdır. Dəniz Wedding Azərbaycan. Dəniz Weddingdən gəlinliyi icariyə götürən hər xanıma gəlin bəzəyi Camilla Beauty-dən hədiyyədir. Həyatınızın ən unudulmaz günü üçün xəyallarınızdakı gəlinlik burada sizi gözləyir. Çünki bizdə hər gəlin bir nağıl qəhrəmanıdır. Dəniz Wedding Azərbaycan. Ünvan Xocalı prospekti 29. Əlaqə nömrələri 054-07-70. Dəniz Wedding. Gəlinlərin yaxın dostu. Milli Onkologiya Mərkəzinin onkoqinekoloqu Doktor Könül Mərdanova sağlamlığı aparan yolda xanımlarımızı şəfa tapıb sağlam olmağa dəvət edir. Burada kolposkopiya, pap smear testi, HPV testi, HPV əleyhinə peyvənd, uşaqlıq boynu yumurtalıq və vulva xərçəngi müayinələri, endometrial patologiyaların müalicəsi, açıq və laparoskopik bütün növ əməliyyatlar həyata keçirilir. Oktyabr ayı çəhrayı ayıdır, süd vəzi xərçəngi ilə mübarizə ayı kimi qeyd olunur. Bu ay qadınlara sağlamlıqlarına daha çox diqqət yetirmələri və müayinələrdən keçmələri tövsiyə olunur. Peşəkar onkoqinekoloq doktor Könül Mərdanova ilə əlaqə saxlayın ki, hər zaman sağlam olasınız. Telefon nömrələri 055-563-0189, 055-403-5544. Doktor Könül Mərdanova, xanımların dostu. Tam Store bu məhsulların qiymətlərinə ciddi dəyişiklik etdi. Artıq bazardan da ucuz ət, toyuq və meyvə tərəvəz ala biləcəksiniz. Tam Store marketlər şəbəkəsi 13 oktyabrdan etibarən bütün qırmızı ət çeşidlərinə, meyvə və tərəvəzə, təzə toyuq məhsullarına tətbiq etdiyi bazardan da ucuz qiymətlər strategiyasını uzun müddətli etməyi planlaşdırıb. Qeyd edək ki, endirim digər məhsullardan 10 manatlıq alış-veriş etdikdən sonra keçərli olacaq. Endirimlər təbii ki, bununla yekunlaşmır. Mağazada 3200 çeşiddə məhsul müxtəlif endirimlərlə təklif olunacaq. Tam Store marketlər şəbəkəsi. Alış-veriş eləmək üçün Tam Store-a gedin, alış-verişiniz tam olsun. Təşəkkürlər sponsorlarımıza. Bu da bizim işimizdir. Ona görə də çox vacibdir bunu demək və Turalda qayıdacam Tural sənə. Yəqin Natiqən bizi izləyir də qaynanalar. O qaynana da bizi bağışlasın. Reklamları oxuya-oxuya düşünürəm ki, mən də gələcəyin qaynanasıyam, o gəlin mənim də haqqımda onu düşünəcək və oğul qaynanaları üçün çox çətindir. Adətən deyirlər ki, belə, amma Natiq müəllim o qədər rollər oynayıb ki, deyilmi? Natiq müəllim, həyat da bir roldur. Yəni, həyatda da bir obrazdayıq, roldayıq. Baxır kimin başına nə iş gəlir, kim hansı imtihandan, hansı sınaqdan necə keçir, deyilmi? Nəsə deyəcəydiniz, Babək? Zaten bu həyatdan götürülür, bütün kinoları da deyərdim, əksəriyyəti, obrazlar. Bəli. Hər biri, mən burada yaşca balacıyam, burada sənətkarlarımız var. Yəni bu sahədən danışmağım biraz pis, böyüklük kimi çıxmasın. Mən filmlərə nəzər yetirirəm və həyat təcrübəmə baxıram bu gənc yaşımda. Görürəm ki, insanların o həyatına oxşar filmlər çəkilir. Hələ siz onu deyirsiniz. Natiq müəllimlə daha çox aktyorlarla bunu demək istəyirəm. Sehrli Xalatda neçənci ildə çəkilib? 66-dır deyəsən, ya 69-dur. Sehrli Xalatda o yeri var, deyir ki, kosmosa uçuruq, telefon belə işləyir, monitor belə işləyir. O vaxt biz deyirdik ki, bunlar nə edirlər, bu nə vaxt belə işləyəcək, bunlar nədən danışırlar. Amma gəldi, vaxt çatdı. Gələcəyin xəbərini verən belə kinolardır. Təkcə həyatda indi yaşadığımızı görmürük, o rollarda, o filmlərdə. Gələcəyi də o filmlərdə görürük. Rejissorlar necə təsvir edirlər bu gələcəyi? Rejissorlar necə təsvir edir bu keçmişi? Çox maraqlıdır, əslində söhbətlərimizi davam edəcəyik, amma reklamlardan sonra, reklamlar. Günorta efirdəyik. Gözləri
Yenə sürmə çəkmisən, gözlər yıxan gözünə. Getmə, getmə, yenə sürmə çəkmisən, evlər yıxan gözünə. Getmə, getmə, gəl güzel. Getmə, getmə, gəl. Getmə, getmə, gəl güzel. Getmə, getmə. Getmək istəyirsən, bəhanəsiz get. Getmək istəyirsən, bəhanəsiz get. Oyatma mürgünü xatirələri. Səsin həmin səsdir, baxışını gəl. Səsin həmin səsdir, baxışına gəl. Gedirsən, səsində yad olsun barı. Döşənib yollarda ayaqlarına, sənə yalvarım, bu mümkün deyil. Yollarda döşənib ayaqlarına, sənə yalvarım, bu mümkün deyil. Getmək istəyirsən, bəhanəsiz get. Oyatma mürgülü xatirələr. Sen müşfiqin yanında kal, yine sana kurban. İstersen bu canımı al, yine sana kurban. Sen müşfiqin yanında kal, yine sana kurban. İstersen bu canımı al, yine sana kurban. Fikirdir qal sana qurban. Deyirsən yanında qalacağam mən. Çox gözəl fikirdir qal sana qurban. Nə zaman istəsən özü çatanımı, qumral gözlərinlə sənə qurban. Nə zaman istəsən özü çatanımı,
müşfiqin yanında qal ginən sənə qurban. İstəsən bu canımı al ginən sənə qurban. Sən müşfiqin yanında qal ginən sənə qurban. İstəsən bu canımı al ginən sənə qurban. Sən müşfiqin yanında qal ginən sənə qurban. İstəsən bu canımı al sənə qurban. Təşəkkür edirəm. Çox minnətdaram. Təşəkkür edirəm musiqiçilər. Əliniz qolunuz var olsun. Gözəldir əslində canlı musiqini dinləmək. Bəli, Mən çox bəli. istəyirdim, siz də qoşulasınız, qoşulmadınız. Oxuyaram inşallah indi birazdan. Hə, O Günay xanımın repertuarıdır, istəmədim. qoşulardınız Təbim da. gəldi, sadəcə olaraq istədim ki, Günay xanım özü o qədər həzin oxudu ki, mən istəmədim. Onu Mikrofona. Yo, danışın, siz danışın. Natiq müəllim çox orada gözəl, zərif, əsl o xanım ifaçılığı var. Bax o zərif ifa. Nəcib, Hə, zərif, Nəcib, Bəli, bəli. gözəl. Həvəsə İstəmədim gəldi, mən də söz mən ona demək istədim. sazını- Yoxsa oxumaq nədir, mən qoşulmam. Deyərdiniz də, söz deyərdiniz. Niyə demədiniz? Nə İndi deyəcəydiniz? deyin. Nə deyəcəydiniz, indi deyin. Yox, indi o bugün gəlişən vaxtı elə deyəcəkdim. Buradadır da. Yox, niyə sonraya saxlayaq? Onda Babəklə. Mənlə bir yerdə deyərik. Onda Babəklə. Razısınız? Hə, nə olsun ki, biraz sonra, hə? Bəli, bəli. Amma çox gözlədimi qoşulasınız, qoşulmadınız. Hə? Vallahi istəmədim. Heç nə. Təbim Günay. var idi ha. Sadəcə olaraq o Günay xanım bayaq qeyd elədiyim kimi də dedim birdən təbliğatçıdaram. Yəni tər izah eləyə bilmirəm Yox, onu. deyim Lamiyə xanım, Babəklə biz həm də qohumuq. Bəli, bəli. Şuşalılar hamısı bir-birindən qohumdur da bilirsiniz. Şuşa balaca bir Xonça kimi bir şəhərdir. Dağın başında düzəldilmiş bir gəlinciyə bənzədirlər bəzən Şuşanı. Biz də Şuşada elə qohumuq bir-birimizlə. Yəni qoşulsa da böyük məmnuniyyətlə o qədər gözəl O qədər tədbirlərdə duetlərimiz ifa oldu, eləmişik. Yaxın qohumsuz. Qohumluğumuz çatır, bəli. Dədə-baba qohumuyuz da Dədə belə baba deyək. qohumçuluğumuz var. İkiniz də Şuşalısınız. Bəli, bəli. Ev varmı? Yəni köçəcəksinizmi Şuşaya yaşamağa? Biz artıq köçmüşük. Mən efirlərlə bağlı, işimlə bağlı hal-hazırda bizim Şuşa Humanitar Kolleci burada fəaliyyət göstərdiyinə görə belə deyək də, o bir deyim var. Bir ayağım Şuşadadır, bir ayağım Bakıda. Aha. Amma orada eviniz var, Amma yaşayırsınız. orada bəli, dövlətimizə təşəkkür edirəm. Bizə ev veriblər, bəli, mənim ailəm oradadır. Yəni yetkənlikdə Mənim də belə, əzizlərim orada yaşayır. Buradan salamlayıram. Əmim orada yaşayır, bibim orada yaşayır. Getdilər İzləyirlər hamısı bizi, Şuşaya. getdilər. Nə Amma gözəl. yəni böyük məmnuniyyətlə mənim atam da inşallah köçənlərin siyahısındadır. Böyük məmnuniyyət hissi ilə biz də o günü gözləyirik ki, öz torpağımıza inşallah qayıdaq. Hə, verilişi oradan gəlir. Şükranə, Allah şəhidlərimizi rəhmət eləsin. Allah şəhidlərimizi Həmişə qeyd edirəm, o gündə bir verişdə idik, o anılmalıdır hər an. Məmnuniyyətlə, Qazilərimizə can sağlığı versin, dövlətimizi qorusun. məmnuniyyətlə mən də Allah ona şəfa versin. Şuşa Teatrının direktoru Yadigar müəllim Allah özü bilən məsləhətdir. Ömrü Allah verir. Mən də istədim, kimdən gəldi ki, ya bir dəfə özü ilə danışdım. Şuşa Teatrı nə vaxtsa köçsə, məmnuniyyətlə gedib orada işləyərəm. Şuşada. Bəli, gedib Şuşa qalarım. teatrında. Yadigar müəllim xəstədir. Bəli. Allah şəfasını versin buradan. Buradan onu salamlayaq Yadigar müəllim. Salamlayırıq hər Allah birimiz. can sağlığı versin, Allah şəfa versin sizə. Tezliklə ayağa qalxasınız və Şuşa teatrı, mən düşünürəm ki, Şuşa teatrı fəaliyyətə başlayır yəqin Şuşanın özündə. İnşallah. Mən Həmçinin bizim kaman ifaçımız Elmar, bax o Şuşa Dram Teatrında işləyir. Yadigar mənim rəhbərliyi altında. Musiqili dram teatrında. Şuşadadır yoxsa hələ buradadır? Yox, buradadır. Hələ ki buradadır. Hələ köçməyib. Özlərinin xüsusi yerləri var. Şuşa Teatrının binası Güzel bir var. bina. Bilirəm, bilirəm, Hə. amma köçməkləri lazımdır. İnşallah. Gələcəkdə. Mikrofonu yoxdur deyə, ona görə qardaş biraz... Hə, yəni əslində köçməkləri lazımdır və orada fəaliyyət göstərmək lazım. Bilirsiniz, Lamiyə xanım, hazırlayıram. 30 il ərzində o qədər orada hadisələr baş verib, o qədər. Məsələn, mən anam uzun müddət idi getmirdi. Mən 5 ildir Şuşa alınan gündən elə bir il olmayıb ki, 10 dəfə il ərzində bütün tədbirlərə gedirəm də. Bir ayağım buradadır, bir ayağım Şuşada. Mən Şuşa ilə yaşayıram həqiqətən. Anam biraz getmək istəmirdi. Onun da səbəbi var ki, mən
doğmalarının orada qəbri var. Yəni qəbri belə elə hava salıblar ki, yəni mənim çox gənc yaşımda mənimlə yaşıd olan bir dayımın orada məzarı var, amma məzarı tapa bilmirik. Ona görə də anam getmək istəmirdi. Bunlar çox gözəl duyğulardır. Anam getmək istəmirdi, amma bu il yəni deyirdi mən gedim ora, heç olmasa onun qəbrini görüm, onunla təskinlik tapım ki, mən onu axı orada qoyub çıxmışam. Amma bu il məcbur onu apardıq. İnanın, elə hala düşüb qəbristanlıq. 5 ildən sonra üstünə də gəlin 30 ili. Qəbristanlıq elə hala gəlib, qəbristanlıq sanki meşədir. Təsəvvür edin, bütün ağaclar, meşəli, görmək, heç bir qəbri tapmaq mümkün deyil. Nə qədər axtarırlar, nə qədər araşdırırlar, heç tapa bilmirik də. İndi ona görə 30 il sonra yenidən Şuşanın əvvəlki vəziyyətinə qayıtmaq üçün zaman lazımdır. Amma bu zaman ərzində bir çox binalar tikilir, bir çox yerlər yəni hazırlanır. Bu da dövlətimizin sayəsindədir. Hələ də tapılmadı. Yox, o qəbir hələ də tapılmır. İnanın ki, yəni mən buradan məni istəyir bilirəm, anam özünü saxlaya bilməyəcək. Can sağlığı arzulayaq. Köhnə şəhidlər xiyabanı, Allah rəhmət eləsin. Mənim də əmim şəhid olub orada. O da yoxdur. Bütün ot düşdü. Sadəcə elə bir ki, biz hərəmiz bir şəkil kimi gətirdik, qoyduq ora ki, itməsin. Əmim gənc yaşında şəhid olub, vuruşub orada. Orada dəfn edib, özü də bombardımanın güllərinin altında. Atamgil dəfn edib. Gəldi, tapa bilmədi, atam da orada məyus oldu. Biraz o cəmaat, bu Şuşa cəmaatı biraz o, nətər deyim, yaralı tərəfləri də var ki, gedərəm, biraz getməkdən qorxur ki, istəyir ki, onların hamısını, onların o dəyərlər var da, dəyərlər. Onları məsəl üçün toxumaq olmaz. İndi bu mənfur düşmənlər toxundular da. İndi Şuşa Allahın bu gündəki heç bizim ağlımıza gəlməzdi ki, biz Qarabağ torpaqlarına qayıdarıq. Qurban olum Allahın möcüzəsinə, sonra dövlətimizə, dövlətçiliyimizə, şəhidlərimizə Allah bir daha rəhmət eləsin ki, bizi qovuşdular. Və inşallah da ki, o tezliklə o işlə məşğul olan insanlar var ki, tezliklə onu bərpa edəcəklər. Mən belə düşünürəm. Mən də düşünürəm ki, Allah can sağlığı versin Günay anıya və nə deyim buradan? Deməyə söz də adam tapmır. Nə deyim? Yəni, düşünürəm ki, taparlar və onlar ondan təskinlik tapacaqlarsa, o qəbirlər də tapılar. Bəli, həm qəbirlər, həm mənim, məsələn, atamın orada tikdiyi evlər, məsələn, bəzi şeylər var ki, onları hal-hazırda biz getib tapa bilmədik. Həssas olan insanlar, mən məsələn onu görməmişəm, körpə yaşımda çıxmışam, amma anam o evi eşiyi görüb, mən 1 yaş yarımında çıxmışam. Anam o evini, eşiyini gedib darmadağın görəndə, ziyarət eləməyə, qəbir görməyəndə artıq insanın qəlbində nə qədər sevinc olsa da, kədər də öz yerini tapır da. Ən azından indi hələ də deyir, nə vaxt Şuşa söhbəti açılsa evdə, inan deyir, heç olmasa deyir, kaş ki deyir, bir qəbri olardı, gedib ziyarət eləyərdik. Dayın adı nə idi? Dayımın adı Həsəndir. Həsən dayı. Allah qəni-qəni rəhmət eləsin. Allah rəhmət eləsin. Qəbrin nurla dolsun. Mən istəyərdim, onların ruhu görür. Elə vətəndən aid elə oxuyam, buyur, gəldi, təbii gəldisə buyur. Buyur. Natiq müəllim, amma dediniz ki, qoşulacaqsınız. Kim sevməsə öz yurdunu bu dünyadan açar gedər. Kim sevməsə öz yurdunu bu dünyadan açar gedər. Nə elde bir nişan qoyar, nə qəlbən saçar gedər, nə qəlbən saçar
dəstə, dəstə şair nəbi son nəfəsdə bu torpağın ucar gedər. Gəzdim çaylar göllər üstə, gül bağladım dəstə, dəstə şair nəbi son nəfəsdə bu torpağın ucar gedər. Arif olanın sevgili canan vətəndir. Arif olanın sevgili canan vətəndir. Həm namusun, həm qeyrətin, vicdan vətən. Yarın qəm hicranına dözməkdə nə vardır? Yarın qəm hicranına dözməkdə nə vardır? Ömüşün olan dəhridə hicran vətən gəlana qurban Sınmayaydı qanatlarım, quş yerinə mən olaydım. Uçardım düz dəli dağa, kaş yerinə mən olaydım. Ömür talan, həyat yalan, dərdə düşsün, dərdə salan, o dağlardan məğrur qalan daş yerinə mən olaydım. Sucaəti unutmasan, həsrətindir məni didən, yanağından axıb gedən yaş yerinə mən olaydım. Min dərdə düşan olsa da evladı vətən gəl. Hər çarəsiz qılmağın olmağını vətən. Ben sən vətən uğrunda buna fəxr edərəm. Könlüm nə zaman istəsə qurbanı vətəndir. Hər kim soruşar, gəl mənim ünvanım sizdə. O şəxsə deyil.
şəxsə deyil, mail ünvanı vətən. Uzaq-uzaq ellərdə adım var, ünvanım var, dastanlara sığmayan şöhrətim var, şanım var. Uzaq-uzaq ellərdə adım var, ünvanım var, dastanlara sığmayan şöhrətim var, şanım var. Qəhrəmanlar içində neçə qəhrəmanım var. Qəhrəmanlar içində neçə qəhrəmanım var. Cavan şirən babəkəm, nəbiyəm Kəroğluyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Mübarizəm həridən, Həşimov Poladam. Azərbaycan oğluyam, mən bu elin oğluyam. Gölgöllərin düşüncəm, dəli dağ vüqarımdır. Küraraz coşqun qanım, Xəzər şah damarımdır. Gölgöllərin düşüncəm, dəli dağ vüqarımdır. Küraraz coşqun qanım, Xəzər şah damarımdır. Can dərmanı istəsəm, istəs ey dostlarımdır. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Torpağım bol, suyum bol, aranlıyam dağlıyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Mən bu elin oğluyam, Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Sağ olun. Çox yerinə düşdü həm muğam, həm mahnı. Natiq müəllim, siz də Sağ olun, ürəyiniz var olsun Natiq müəllim. Bilirsiniz, biraz bu məclislərdə falan oluruq. Biraz yorğunçuluqlar olur, amma özümü saxlaya bilmədim. O vətənpərvərdən Günay danışdı, o Şuşadakı Allah rəhmət eləsin anasının dayısına. Biz də o köçkünçülük deyirləri. Onu biz uşağı Sizin idik. yadınıza gəlir oradan çıxmağınız? Yox, bilirsiniz nə yadıma gəlir? Neçə Mən yaşlı? 92-ci ildə anadan olmuşam. Aha. Şuşada doğulmuşam özdə. Amma o 6-7 yaşım, 8 yaşım, bunlar şey yadımdadır. O çətinçiliklə gəlmişik. Məcburi köçkün kimi. Çox çətin, çox çətin. Lamiyə xanım, yəni deyiləsi dərəcədə. Siz artıq buradakı o çətinliyi görmüsünüz, Bəli, gələndən sonra. o uşaqlığımda onlar da yadıma düşdü, dedim mənə icazə verin mən. Yox, çox yaxşı, əlbəttə ki, biz o Allah sizin gözləyirik vəlisin, var bayaqdan olun, təşəkkür canlı edirəm. ifalar Sağ olun, gözləyirik. minnətdaram. Hələ mən gözlədim ki, Tural da bir şeir deyə, amma nəsə, Tural, şeir deməklə aram varmı? Mən bədii qiraətçi deyiləm, amma bəzən belə şeir deyirəm Şeir belə. demək üçün qiraətçi olmuruq ki, mahnı oxumaq üçün müğənni olmağa ehtiyac yoxdur ki. Deyərəm İncəsənəti bir bitirən dənə hər şeir birimiz, birazdan. valla, hər birimiz nəsə imtahan verəndə nə deyirdilər? Mən Həsən Turabova imtahan vermişəm. Biz- Bir də qız oynaya bilirsən, rəqs eləyə bilirsən, bir rəqs elə görüm hələ. Bir mahnı oxu görüm, səsin var, incəsənətdə. Hə, elə yox deyirlər bizə. Allah rəhmət eləsin, bizə də aktyor sənətindən Fuad müəllim dərs keçib. Allah onun ruhunu şad Allah eləsin. bizim Fuad müəllimimiz oldu Poladov. konservatoriyada. Allah rəhmət eləsin. Biz də xoşbəxt adamıq. Çox gözəl andın Günay. Allah rəhmət Həsən eləsin. Turabova efirdə görürdük. Girdim imtahana, baxıram üzünə, özümü itirmişəm. Mən həmişə bunu efirdə görmüşəm, bu şəxsiyyəti. İndi buna imtahan verirəm.
Bilmədim nə cür etüd göstərdim, etüd idi. Sonra dedi ki, ay qız bir oyna görüm oynaya bilirsən. Ritmin var, yəni əsas o idi bizim incəsənət üçün. Vallahi hamısı Fuad Poladov da kimlər bizə dərs deyir, kimlərdən dərs. Tamaşalarda ehtiyac olur ki, çünki elə olur ki, hətta canını oxuyuruq tamaşada. Ha, əlbəttə ki. Bir də görsən seanslar olur uşaqlar üçün tamaşa. 5 seans. Hərdən deyirdi ki, ay müəllim, bunu gəlin yazaq ki, bir də səsidir də, danışanda uşaqlar üçün belə çətindir axı tamaşa oynamaq. Səsimiz oturar, danışa bilir, hətta danışmağa belə çətini çəkərik. Yox, hünərim var, canını oxu. Biz hər tamaşada canlı oxuyuruz. Yəni aktyor ritmini də bilməlidir, ustalığı olmalıdır. O olmasa bunun üçün deyir axı. Bəli. O çox vacibdir. Reklamlara bağlanacaq, amma Tural, mən sizdən gözləyirəm. Gürait bədi, Gürait gözləyirəm. Reklamlara baxaq, sonra qayıdacağıq. Günorta efirdəyik. Reklamlar bitdi, dostlar, biz qayıtdıq. Mən dərhal təşəkkür eləmək istəyirəm bizim sponsorlarımıza. Sleep Baby, zəhmət olmasa göstərin bizim Sleep Baby. Körpələrin sevimlisi, balaca mələklərin yaxın dostu. Körpələrimizin rahatlığı və sağlamlığı hər bir valideynin arzusudur. Elə buna görə də illərin etibarlı seçimidir Sleep Baby. Sleep Baby uşaq bezləri, yanlardakı elastik bantlar evladlarımızın inkişaf dövründə rahat hərəkət etməsi üçün tam əlverişlidir. Nəmi daha yaxşı obturaraq körpəmizin dərisini tərdən bişməcədən qoruyur və bədəndə səpkinin yaranmasına mane olur. Sleep Baby, körpəmiz xoşbəxtdirsə, ana da xoşbəxtdir. Eləcə də Sleep Baby-nin nəm salfetləri də var ki, onlar ətirlidir, meyvəlidir, gigiyenikdir. Apteklərdən və marketlərdən əldə edə bilərsiniz. Sleep Baby körpələrin və anaların yaxın dostu. Sevginin ən saf anı toy günüdür. Hər gəlin özünü bugün də əsl nağıl qəhrəmanı kimi hiss edir. Gözəlliyin, zərifliyin və zövqün ünvanıdır Dəniz Wedding. Dəniz Weddingdən gəlinlik icarəyə götürən hər xanıma gəlin bəzəyi Camilla Beauty-dən hədiyyədir. Həyatınızın ən unudulmaz günü üçün xəyallarınızdakı gəlinlik burada sizi gözləyir. Çünki burada hər gəlin bir nağıl qəhrəmanıdır. Dəniz Wedding, Azərbaycan, Xocalı prospekti 29, əlaqə nömrələri 050 424 07 70. Milli Onkologiya Mərkəzinin onkoqinekoloqu doktor Könül Mərdanova sağlamlığa aparan yolda xanımlarımızı şəfa tapıb sağlam olmağa dəvət edir. Burada kolposkopiya, pap smear testi, HPV testi, HPV əleyhinə peyvənd, uşaqlıq boynu yumurtalıq və vulva xərçəngi müayinələri, endometrial patologiyaların müalicəsi, açıq və lapaskopik bütün növ əməliyyatlar həyata keçirilir. Oktyabr ayı, çəhrayı ay süd vəzi xərçəngi ilə mübarizə ayıdır. Bu ay qadınlara sağlamlığına daha çox diqqət yetirmələri və müayinələrdən keçmələri tövsiyə olunur. Peşəkar onkoqinekoloq doktor Könül Mərdanova ilə əlaqə saxlayın ki, hər zaman sağlam olasınız. 050 563 0189 055 403 55 44. Doktor Könül Mərdanova, xanımların yaxın dostu. Tamstor, bu məhsulların qiymətlərində ciddi dəyişiklik edir. Artıq bazardan da ucuz ət, toyuq və meyvə tərəvəz ala biləcəksiniz. Tamstor marketlər şəbəkəsi 13 oktyabrdan etibarən bütün qırmızı ət çeşidlərinə, meyvə və tərəvəzə, təzə toyuq məhsullarına tətbiq etdiyi bazardan da ucuz qiymətlər strategiyasını uzun müddətli etməyi planlaşdırır. Qeyd edək ki, endirim digər məhsullarda 10 manatlıq alış-veriş etdikdən sonra keçərli olacaq. Endirimlər təbii ki, bununla yekunlaşmır. Mağazada 3200 çeşiddə məhsul müxtəlif endirimlərlə təklif olunur. Tamstor, bazarlığınız tam olsun. Belə, sponsorlara bir təşəkkürlər etdik də, qapı bacamız açıqdır, sponsorlara yerimiz var. Odur ki, sponsorlar vacibdir bizim üçün. Bunu Tural daha yaxşı bilər. Çünki Tural, həm gəzirsən, səfərlərdə tez-tez olursan, həm burada seriallara çəkilirsən, filmlərə çəkilirsən, rollara çəkilirsən. Sən heç danışmırsan, mən istəyirəm nəsə danışasan bir tamaşaçılar da. Evlisən? Yox, subayım. Subaysan. Neçə yaşın var? 33. 33. Nə vaxt evlənəcəksən? Subaydı ona görə danışım. Evli olsaydı indi. Mən müğənnilərin də var, toy elə qardaş elə yox ya. Hamı burada aparıcı var, müğənnilər var. Ansambl, niyə evlənmirsən? Anamın yaralı yeridir də. Ana baxır mı bizə? Yəqin ki, baxar. Adı nədir ana? Lətifə xanım. Lətifə xanım, gözəl anamız, əllərinizdən öpürük.
Hamının anası, kim ki bizi izləyir, bütün anaların əllərindən öpürük. Mən anaları çox sevirəm. Bütün analar mənim anamdır. Lətifə xanım, biz Biz sizin evləndirək də də. ananızı salamlayırıq. Mən bir məclisdə görmüşəm Hə, onu. Hə, çox olur. gözəl ananız var. Çox Onun da təşəkkür əllərindən edirəm. öpürük. Hə, bütün analar gözəldir, inanın. Və Lətifə xanıma buradan bir söz vermək istəyirəm. Axır desin ki, bu İnşallah. qız çağırdı, bir evləndirdi oğlumu. Aha. Mənə deyir ki, evlən sonra bərabər gəzərsiniz. Deyirəm onda xərclər böyüyür də tək gəzmək daha Qəşəng rahatdır. fikirdir. Amma xərclərin də böyüməyi bəzən stimul verir. Təbii ki, insan nə qədər məncə xərcləri böyüdükcə qazanc istəkləri də o qədər böyüyür. Bu enerji o insana onunsa gətirir. Məncə ailənin öz ruhsusu var deyə düşünürəm. İnşallah qismət məsələsidir. Vallahi mən də istəyərəm, ailə qurmaqdan çəkinmirəm. Yəni mən də Nədir bəs istəyərəm. problem? Qız seçə bilmirsən yoxsa? Nə bilim, qismət deyək də. Necə qız arzulayırsan? Valla milli dəyərlərə hörmət eləyən Ay, sağ ol. mütləq şəkildə bir xanım arzulayıram, yəni səmimi Ay deyim. sağ ol Tural. Necə çox istədim səni. Yəni mütləq Çox şəkildə. vacibdir bu. Milli dəyərlərə qiymət versin. Milli Onu bilirsə, üzr istəyirəm. Yəni Hə. onu bilirsə başqa heç nəyə deməyə ehtiyac yoxdur. Yəni heç bir əlavə eləməyə məncə ehtiyac yoxdur. Əgər onu başa düşən bir xanımdırsa, heç bir başqa bir əlavəyə məncə ehtiyac yoxdur. Çünki bizim milli dəyərlərimizdə hər şey var. Böyüyə hörmətdən tutmuş, Ay, sağ ol. hər bir şey var yəni. Onu bilən biri olsa bəs edir. Sən ayrı evin varmı yoxsa ana-ata ilə yaşayırsan? Var. Mən ayrı yaşayıram. Pişiyim var, pişiyimlə yaşayıram. Pişik bizdə də var. Əslində heyvanları da sevmək lazımdır. O deyirik, hər şeyin öz ruzusu var. Heyvanın da öz ruzusu var. Heyvan saxlayanda bəzən deyirlər ki, əşi bunu nədər saxlayacağam? Allah özü yetirir. Onun ruzusunu deyilənə görə Allah insana əlavə olaraq verir. Yəni sən nəinki evdəki heyvanlar, çöldəki heyvanlara məsələn öz cibindən qıyırsan, yemək alıb verirsən, o sənə artıqlaması ilə qayıdırsan, onu hiss eləməsən belə mütləq şəkildə. Düzdür. İndi neyniyək? Qardaş, sənə çadramızı salaq başımıza, günayla gedək sənə qız axtaraq evlənmək lazımdır. Məncə. Sən də Günayın özünə də subaysan. lazımdır. Elə Sən mən də qoy mən deyim. subaysan. Və- Özdən danışmayı xahiş edirəm. İndi anam evdə. Bəs mən niyə demirsiniz, Natiq müəllim? Bəs siz? Yox, mən evliyəm. Hə, biz üçümüz bizə bunu deyin də. Bunu bizə demək olar axırda. Verilişin sonuna yaxınlaşırıq. Babəkin bir gözəl balası da var. Adı Allah da çox razı gözəl adı var. Səccad adı. Maşallah. Allah bütün balaları qorusun. Eləmişik, Bəli, çox qohumuq gözəl belə. iştirak edib Günay xanım. Günaydan görə inşallah. İnşallah. Mən də Günay toy eləsin, Günayın toyu olsun inşallah tezliklə. Gəlim orada çox ürəklə, canla başdan iştirak edeyim. Qulağıma deyirlər ki, deyin ki, biz çoxuq. Subaylar azdır da bugün burada. Çoxluq bəli, azlığa. bəli. Tabedir. Ki, deyin ki, siz mütləq, mən də buradan deyirəm ki, inşallah. Siz də mən də bunlara deyirəm inşallah. Babək, Bəli, Amerika. mən balalara, körpələrə var ha. Arzulayıram ki, böyüsünlər, anaların, ataların gözünün çırağı olsun. Bu o qədər gözəl sözdür. Bəli. Hər bir valideyn körpəsinin, körpələr anadan olanda, bax, hamı eyni anadan olur. O deyirlər, bu belə anadan gəlmə bunun xasiyyəti belədir. Xeyr, vallah, hamısı məsum, gözəl, Allah ağ vərəq kimi yaradır. ağ İnsanı vərəqdırlar. biraz. Onları biz böyüdürük. Baxır kim necə böyüdür. O uşaqlar böyüdükcə hansı xarakter alırlar. Biz siz bu 18 yaşa qədər bu bütün dünya bunu təsdiq edir, həddi buluq deyirlər də. Ona qədər bir dövlət, ailə kiçik bir dövlətdir. Bəli. Tərbiyə oradan başlayır. Daha sonra artıq ətraf mühit, seçdiyi dostlar. Amma birinci elə valideynin aşılamasından başlayır o dostları seçmək. Düzdür. Ki ataya baxır, ata nə işlə məşğul, ata dostları kimdir, ana kimdir. Artıq o da o evdən aldığı tərbiyədən çöldə bir ortam seçir özünə uyğun bir ortam seçir və o da insanın yaşam tərzinə, tərbiyəsinə Bir də böyük bir təsir məsələ göstərir. var da. Biz valideynlərimizə necə baxmışıqsa, Həyat onlara bumerangdır, necə bəli. milli dəyər, necə dəyər vermişiksə, onların sözünə nə qədər baxmışıqsa, incitmişik və incitməmişik, bax, o hamısı qabağına çıxır. Çox Nə düz. deyirsən də evladla qabağa çıxır. Çox düz, çox düz. Mən Razısın. şahidi olmuşam bunu gənc yaşımda, bunu şahidi İnansız olmuşam. Lamiyə xanım, mən özümü bu sarıdan xoşbəxt hiss edirəm ki, həmişə anamın o sözüdür ki, Allah sənin qarşıva, sən özün kimi övlad qismət eləsin. Bu indi bəzilərinə alqışdır, bəzilərinə başqa Qarğışdır, bəli, cürdür. qarğışdır Amma kimi nə də deyirlər. xoşbəxtəm ki, mən anamdan, atamdan həmişə bu sözü eşidirəm.
mən də həmişə deyirəm ki, yox, mənim özüm kimi hətta gəlin çıxartsın qabağıma. Özüm kimi. Başqasını istəmirəm. Bax, özüm necə gəlinlik eləyirəmsə, bax, özüm kimi də gəlin çıxartsın qabağıma. Yəni bundan gözəl vallahi heç nə yoxdur. Kim nə cür istəyir qəbul edəcək. Amin. Amin. Yaxşı düz deyir də, amin. Vallahi ən qorxulu yer gəlindir. İndi valideynlər də baxır bizə. Biz də burada mən bilmirdim, qızım sən də subaysan. Mən qalmışam Natiq müəllimin o qaynana söhbətində. O ikisi qalıb qaynana söhbətində. Mən burada evləndirmək istəyirəm. Çox gözəl doğrudan maraqlı bir. Siz fikir verdinizmi? Düz deyib gözəl idi deyib gülürdük. Biraz da daha adam ürəyi açıldı o Lətifənin danışından sonra. Var olasınız. Yaralı yerim deyir, yo. Baxırlar ha. Sən küsmüsən, qoy biz yaşayaq. Mən küsmək istəmirəm. O küsmək istəmir. Onun küsmək kimi şansı da yoxdur. O özdə qohumdan. Tural da subaydı. Ümumiyyətlə o qaynanalara Tural nətəri baxır. Belə mövzulara qarışmaq istəmirəm. Mövzudan Sonra qaçır. yad da belə mövzular. Tural mövzulardan qaçır. Tural, hansı serialdasınız indi? Bax, hal-hazırda nə işlə məşğulsunuz? Çəkiliş ilə, yoxsa səfər ilə, yoxsa... Hal-hazırda bizim digər televiziyaların birində Eşqə düşdük serialı gedir. Hər gün axşam saat 11-də. Harada gedir? Xəzər TV-də. Xəzər TV-də. Nə gözəl, salamlayırıq buradan əməkdaşlarımızı. Oradayam, yəni orada gedir. Bizim günlük serialdır, hər gün efirdir. Aha. Həftə içi 5 gün efirdəsiz deyə. Bəli, bəli. Siz də orada çəkilirsiniz. Bəli, bəli. Başrolda yoxsa? İkinci dərəcəli rolda. İkinci Mən dərəcəli. baş rollardan qaçıram. Mən Niyə? bir-iki dəfə də təklif olunub, bir-iki dəfə oynamışam. Mən deyirəm ki, vallahi mən vizual olaraq baş rol deyiləm də. Mən bunu aktyor olaraq bunu qəbul eləyəm. Ümumiyyətlə bizdə belə problem var. Bəzən aktyorlarımız hamısı baş rol oynamaq istəyirlər, amma bu insan özü başa düşəndə ki, məsələn, o vizual olaraq baş rol deyil. Niyə siz deyirsiniz ki, vizual olaraq? Natiq müəllim, Vallahi, vizual ola kimi olaraq oğlan baş rolə layiq deyil. O baxır o rejissorun baxımına. Sən özün haqqında Sən niyə özün üçün deyirsən ki, sən layiq deyilsən? Mən onlar mən rejissor kimi baxıram. Mən ikinci dərəcəli rollar məni qane eləyir. Qane eləyir. Qanararına görə yoxsa? Vaxtına görə daha çox ki, mən səyahətlərə rahat vaxt ayıra bilirəm. Hə, dayda da gəzintiyə çıxmaq istəyirəm ona görə. Çünki günlük seriallarda baş rolların yükü həddindən çoxdur. Demək olar həftə içi 5 gün, 6 gün çəkilişdədirlər səhərdən axşama qədər. Çox yorulurlar, yəni səmimi deyim. Plus, yəni teatrda işləyirlərsə, başqa işlərdə varsa, əlavə olaraq çətinlikdir. Çünki məşqlərlə, tamaşalarla çatdırmaq Natiq mənim çox çətindir. Mən də çalışdığım qədər həmişə düzdür, indi bizdə belə deyək də. Pul qazana bilirsən. Şükür Allaha. Əsas odur. Şükür Allaha. Mən hamıya ruzu bərəkət arzulayıram. Mən özüm əlavə Türk dünyası arasında networking tədbirləri təşkilatçısıyam. Belə bir şirkətin təsisçisiyəm. Oradan biz mütəmadi olaraq tədbirlər təşkil edirik. Əsas qazanc mənbəyimiz oradandır. Çox yaxşı. Baxın, istər Günay, istər Natiq müəllim. Natiq müəllim dedi ki, işim çoxdur, işdən gəlirəm. Mənim ürəyim açıldı. 2 gün öncə Taryel Qasımov qonağımız idi. Ələkbər Əliyev qonağımız idi. Mən çox böyük dəyər verirəm aktyorlarımıza, sənətkarlarımıza. Bizim verilişdə mən istəyirəm tamaşaçılarımız, sənətkarları, yaddan çıxanları, çıxmayanları hamısını görsünlər. Mən bunu sevirəm. Və Taryel müəllim deyəndə ki, artıq təqaüddəyəm, amma iş olsa işləyərəm. Yəni, adam işləmək istəyir. Mən çox istəyirəm ki, sənətkarlar, bax, Natiq müəllim, sizin kimi sənətkarlar ancaq və ancaq işlə başınız qarışsın. İşləyəsiz, pul qazanasınız, çörəyiniz olsun hər zaman. Bütün Azərbaycan xalqının bizim çörəyimiz olsun. Vallahi bu gözəl bir şeydir və arzulayıram ki, hər kəs, heç kim şikayətlənməsin. Heç kim deməsin ki, çətinliyim var, ruzum yoxdur. Hamının ruzusu olsun. Hərdən deyilib söz gələndə deyirəm onu. Öz sahəmiz üçün deyirəm. Deyirəm ki, aktyor boş qalanda bəşəriyyətə nifrət eləyir. Hə, düzdür. Aktyor, bəli, incəsənət adamı. Dəmir kimi qaldı, paslanır da. Yəni aktyor daim özlərində işləsin, gərgin işlərlə tamaşada, çəkilir, efirdə. Aktyorun yerə başı qarışıq olsun işə. Bütün yəni incəsənət sahəsində olan İnanılmaya xanım, hal-hazırda mən həm Azərbaycan Dövlət Televiziyasında çalışıram, solist olaraq, həm Beynəlxalq Muğam Mərkəzində çalışıram. Demək olar ki, ayda mütəmadi olaraq tez-tez konsertlərimiz olur.
dünyanın 20-dən çox ölkəsində olmuşam, 30-a yaxın şəhərdə. Məncə travel blogger siz mən deyim. Təsəvvür Birləşin, edirsiniz. gəzin. İndi hal-hazırda konsertlər, məsələn, düşünürəm ki, bir son may ayında Dohada Texnologiya Universitetində 1 saat yarımlıq tək özümün çox gözəl bir konsertimiz oldu. İndi darıxmışam. Hərdən musiqiçi dostlarımıza deyirəm ki, bir səfər olsaydı gedərdi. İstər-istəməz insanın ruhu da dəyişir. Bizim ruhumuz incəsənət. Allah qoysa mən bir 10 günə gedirəm. Hamımız səhnədə olmalıyıq. Birisi gün sənə də yaxşı yol verişimizin Sağ olun, sonuna gəlib təşəkkürlər. çatdıq. Mən doymadım söhbətlərdən. Hə, amma neyniyək? Hər verişin bir vaxtı var. Bu da bizim tarixə yazıldı, bir ömrümüzə yazıldı. Bir yerdə günortanı keçirməliydik, günorta efirdə olmalıydıq. Ona görə də təşəkkür edirəm. Anar, Bayanar, Nigar İbrahimova, İnstudiya, saç düzmə makyaj Anara məxsusdur, stilistim. Təşəkkür edirəm. Xüsusi təşəkkürlər Anar sənə və hər birinizə ayrılıqda təşəkkür edirəm. Mən buradan Anaya söz verirəm ki, sən mütləq gələn dəfə bir yarını tapıb bir yerdə gələcəksən. Babək, can sağlığı arzulayıram. Təşəkkür edirəm. Natiq mən sizə can sağlığı arzulayıram. Gülmə. Günay, çox təşəkkür edirəm bu gün gəldiyiniz üçün. Sağ olun, xanım, xoş oldu. Sizinlə birlikdə Hələ olmaq. tez-tez görüşəcəyik. İnşallah, məmnuniyyətlə. Musiqiçilərimiz hər birinizə ayrı-ayrılıqda sənətkarlar. Çox sağ olun, təşəkkür edirəm və çox arzu edirəm, çox istəyirəm ki, bugün siz Şuşa mahnısı oxuyasınız, Şuşanın dağlarını oxuyasınız və ikinizin dueti var. Mən onu yenidən, bayaq Günay deyir ki, oxumuşuq, nə olsun? Biz nə qədər oxusaq doymuruq Şuşadan. Var olasın. Ona görə də Məmnuniyyətlə. iki Şuşalı, Şuşanın dağlarını oxuyaq. Bugün sizinlə sağollaşırıq, sabah eyni vaxtda, eyni məkanda birlikdəyik. Baxaq. Şuşanın dağları, başı dumanlı, kırmızı kortalı, yaşı tumanlı. Dərdindən ölmək çoxdur gümanım. Dərdindən ölmək çoxdur gümanım. Ay kız bu ne kaş göz, bu ne tel, ölene derdinden, onu bilen, danışmasan da balam var gün. Ay yar, bu nə qaş göz, bu nə tel, ölərəm dərdindən, onu bil, danışmasan da balam var gün. Şuşamın hər yandan gəlir sorağı, tərifə layiq İsa bulağı. Dağları bağları, kızlar oynağı, dağları bağları, kızlar oynağı. Ay yar, bu nə qaş göz, bu nə tel, ölərəm dərdindən, onu bil, danışmasan da balam var gün. Ay kız bu ne kaş göz, bu ne tel, ölürüm derdinden, onu bil, danışmasan da balam var gün. Qoy duysun dünya, eşitsin cahan. Qoy duysun dünya, eşitsin cahan. Ah, Azərbaycan verdi bəy imtihan. Daha yox, daha heç bir kəsən değildir pünhan. Kurtuldun ey vətən, dumanlan çənləvən. Tarix yazdım yenə şöhrətdən şənlən.
Ey dahi zerin anası Şuşay Canı gerineler boyun sen azat yaşa Qədimliyin həkk yolu torpağa daşa Aç yolunu biz gəlmişik qaynına Evladların, ey evladların Qoy salısın boynuna ay aman ey ay canım anay Vətən göz yaşını silməyə gəldim Vətən göz yaşını silməyə gəldim Nə dərdlər çəkmisən bilməyə gəldim Ey Şuşam səninlə Gəldim ki dərdini mənimlə bölsən Daha dərdim olmaz qoynumda ölsəm Burada yolum oldu tən Varmı bu yoldan ötən Dünyada ən şirin şey Bir anadır, bir vətən Bir vətən Ay kız bu ne kaş göz, bu ne tel Ölenen derdinden onu bil Danışmasan da balam var gün Ah yar bu ne kaş göz, bu ne tel Ölenen derdinden onu bil Danışmasan da balam var gün Ah yar bu ne kaş göz, bu ne tel Ölenen derdinden onu bil Danışmasan da balam var gün Günorta efirdeyik.